Deməli, hörmətli idxalatçılar, bu gün bəyannamənin qrafaları ilə bağlı izahat vermək istəyirəm. Hansı qrafa harda formalaşır, hansı qrafanın mənası nədir? Bununla bağlı danışacağam. Deməli, ilk öncə bəyannamanı açıram. Buradan qrafa başlayıb izahatını verəcəm sizə. İlk öncə gömrük bəyannaməsi nədir? Gömrük bəyannaməsi iki əsas bəyannamədən ibarət olur. Yəqin ki, çox adam bilir. Biri qısa idxal bəyannaməsidir. Hansı ki, mal ölkəyə girməmişdən öncə tərtib olunur. Onun verilməməsi halında 1500 manat cərimə olur və ikincisi o qısa idxal əsasında bu gömrük bəyannaməsidir. Hansı ki, indi ekranda görürsünüz bu bəyannamədir. Burada birinci qrafa bəyannamənin tipi, bu nə ifadə edir? Məsəl üçün, siz bura baxıb bəyannamənizin idxal, ixrac, saxlanc, emal və sair bəyannamələr hansı tip olmağını görə bilirsiniz. Məsələn, burada yazıb id40, yəni bu idxal bəyannaməsidir. Qısaldılmış iki hərflə yazılır. İxrac olsaydı ix olacaqdı. Adətən bu iki formalar, idxal, ixrac formasında olur. Bu qrafalarda nömrələr dəyişir. Məsəl üçün 11 olanda təkrar ixrac olur, 10 olanda adi ixrac olur, 40 olanda sərbəst dövrəyə buraxılış üçün idxal olur belə. Bu aydın oldu yəqin ki, yəni bu bəyannamənin belə deyim tipi hansıdır, idxal, ixrac olmağını göstərir. Birinci buradan baxıb bilə bilirsiniz. Qraf 2 göndərən ixracatçı, bu nə deməkdir? Məsəl üçün Azərbaycanda A firmasından mal gəlir Türkiyədən. Hansı firma, Türkiyənin hansı firması göndərirsə, o firmanın adı və ünvanı bu qrafada olur. İkinci qrafda. Altından da göründüyü kimi göndərən ixracatçı. Üçüncü qrafa formalar. Burada bəyannamədə formalar bunun vərəq sayını göstərir. Məsələn, sən bu dəqiqə hansı səhifədəsən, neçənci vərəqdir. Yəni bu sahibkarlar bunu ən çox istifadə eləmir. Ən çox istifadə edən bəyannaməçilərdir, belə broker firmaları. Yəni belə önəmli bir şey deyil. 4 yükləmə spesifikasiyası bu belə deyim, adətən doldurulmur bəyannamədə, amma 100-100 saylı sərəncamda bunun təyinatı, yəni yükləməyə aid nə sənədlər varsa, onun sayı burada qeyd. Tutaq ki, çəki listəsində yükləməyə aid sənəddir. 5 vərəqdirsə buraya yazırsan 5, 4 vərəqdirsə, yəni qısacası yükləməyə aid olan sənədlərin sayıdır burada görsənir. 4-cü qrafa, 5-ci qrafa malın adı. Bu, misal üçün, adətən inspektor deyir ki, bəyannamə neçə addadır, sual verir sizə. O, yəni ki, malın kodları ilə bağlıdır. Kodlar sinifləşdirilir və bura cəmlənib yazılır. Tutaq ki, burada 3-dürsə, demək ki, sənin bəyannamən 3 addadır. Yəni 3 kodu var bu bəyannamədə. Misal üçün, qidadır, dərmandır və gigiyenikdir. 3 dənə fərqli mal var da, belə deyək. 6-cı qablaşdırılma taranın sayı. Bu palet sayıdır. Yəni sən maşında neçə palet malın gəlirsə, onu burada qeyd edirsən ki, mənim 49 palet malım var burada, belə deyim. Sonra sorğu nömrəsi, bu bəyannamənin nömrəsi bura düşür. Hansı ki, sizə lazım olur ki, bəyannamənin nömrəsini ödəniş edirsiniz və s. Bəyannamənin nömrəsi yəni buradadır, sorğu nömrəsi deyilir, 7-ci qrafasında. 8 malı qəbul edən idxalatçı, bu Azərbaycandakı firma MMC-nin həmvənin burada qeyd olunur. Adı da burada, tutaq ki, BMMC. Misal üçün, idxalatçının adı olan qrafadır, 8-ci qrafa. 9-cu qrafa maliyyə təzyiqinə məsul şəxs, yəni ki, bu bəyannamənin ödənişini kim eləyəcəksə həmin firma. Ola bilər, adətən 90% idxalatçı özündə maliyyə təzyiqinə məsul şəxs olur, amma belə deyim, redko olur ki, məsələn 10% ehtimal, 5% ehtimal olur ki, idxalatçı başqa olur, müqaviləsi bir başqa firmanın olur, ödənişlərini o eləyir həmin bu firmanın əvəzinə. Onda bura maliyyə təzyiqinə məsul şəxs idxalatçı ilə fərqlənir. 10-cu qrafa daxil olduğu təyinat ölkəsi, bu tranzit bəyannaməsində doldurulur adətən. Bu idxal bəyannaməsində olunur. Burada görsənir ki, yəni ki, tranzitdə belə olur ki, bir sərhəddən girir, digərindən çıxır. Bu daxil olduğu birinci təyinat ölkəsi, yəni burada onun ölkə qeyd olunur ki, hansı ölkədən girib, hansı ölkədən çıxacaq, belə deyim, ora aiddir, yəni tranzit bəyannaməsinə aid. 11 ticarət edən ölkə, əsas bu banklar üçün önəmli olan əsas punkt budur.
tutaq ki, mal Türkiyədən gəlir, ödənişi siz Türkiyə edirsiniz. Müqaviləniz qısaca hara ilədirsə, hansı ölkə iləndirsə, ticarət edən ölkədə odur. Sizin müqaviləniz ola bilər Türkiyənin olsun, mal İrandan gələ bilər. Orada yəni siz İranı yox, ticarət ölkəni Türkiyə qeyd etməlisiniz. Çünki sizin müqaviləniz Türkiyədə və ödəniş də ora gedir. 12 ümumi gömrük dəyəridir. Hansı ki, bunun içərisində daşınma xərci, sığorta, malın alış dəyəri falan hamısı toplanır. Burada AZN-dən ifadəsidir. Bunu belə deyim, ümumi gömrük dəyərini burada göstərilən valyutaya böləndə 23-cü qrafada sizin alınır ABŞ dolları ilə dəyəri, ümumi malın ABŞ dolları ilə dəyəri. Bunu 1.70-ə böləndə. Yəni bu qısacası sizin ümumi gömrük dəyərinizdir. Bütün malın, bütün daşınması falan hər şey içində olmaqla onun AZN-dən ifadəsidir. Onun ümumi gömrük dəyəri. Və bu bəyannamənin 45-ci qrafasında bura gələcək. Buradakı bu bütün cəmlər gəlir toplanır burada. Yəni hamısının cəmi, hər vərəqdəki 45-ci qrafanın cəmi ümumi gömrük dəyərində formalaşır. Yəni burada cəmlənir. 13 CEO-dur, səlahiyyətli iqtisadi operator. Bu bizdə yoxdur təcrübədə. Yəni bunu Dövlət Gömrük Komitəsinə müraciət edib alırlar. Bizdə hələ ki təcrübədə yoxdur. 14 bəyannaməçi. Burada bəyannaməçi firmanın adı göstərilir. Məsələn, burada biz SR Broker MMC olaraq fəaliyyət göstəririk. Bu bizim adımızdır. Bu da vəynimizdir. 15 göndərən ölkə, malı hansı ölkə göndərirsə, o ölkənin adı qeyd olunur. 15A və B bunun birinci, ikinci yarım bölməsidir. Hansı ki, Türkiyənin qısaldılmış adı və kodu 17 təyin, 15, 16 mənşə ölkəsi. Mənşə ölkəsi malın istehsal olunduğu ölkədir. Hansı ki, malın istehsalı hansı ölkədə olubsa, o burada qeyd olunur. Burada Türkiyə yazılıb. Çox güman ki, digər vərəqlərdə bütün mallar Türkiyə olduğu üçün burada Türkiyə olur. Ola bilər ki, misal üçün bir bəyannamədə 10 adda mal var. Hərəsi bir ölkədir. Biri Türkiyədir, biri Rusiyadır, biri Azərbaycandır, misal üçün deyirəm. Burada yazacaq ki, müxtəlif. Yəni ki, mənşələr müxtəlifdir və hər bir malın öz mənşəsini görmək üçün 34-cü qrafada baxmalısınız ona. Mənşə ölkəsi burada olur. 17-ci qrafa təyinat ölkəsi, yəni bu mal hansı ölkədən çıxıb və yekun hansı ölkəyə gələcəksə o burada göstərir. Yəni bu göstərir ki, Türkiyədən çıxıb Azərbaycana gəlir. Təyinat ölkəsi Azərbaycandır. 18 göndərən ölkənin çıxan nəqliyyatının eyniləşdirilməsi. Yəni bu sizin hansı avtomobil nəqliyyat vasitəsindəki nömrəsidir. Qeydiyyat nişanıdır, belə deyim. Hansı maşınla gəlirsə, onun nömrəsi burada qeyd olunur. Sonra 19 konteyner qrafasıdır. Hansı ki, sizin malınız orada Çindən gəlir, konteynerlə gəlir. Konteyner gəlirsə, bura 1 qoyursunuz, gəlmirsə 0. Çatdırılma şərti, inkatering şərtləridir. Bunlar hansı ki, sizin razılaşmanızla, misal üçün, siz göndəricinin razılaşırsınız ki, bu mal mənim anbarıma qədər çatdır və yaxud gətir limanda təhvil verir və yaxud da tam sığortalı şəkildə gətir verir. Bunlar şərtlər və inkatering 9-10 şərti var. Onların hər hansı birini seçib bura yazılır. Bu FCA İstanbul yazılır. Bu deməkdir ki, daşınma xərci ixalatçının boynundadır. Yəni A firmasının boynundadır. Yəni o verməlidir. FCA İstanbul o deməkdir. Üçüncü yarım bölməsində göstərilən ikinci yarım bölmədə olan bu 100 şərti bəyannamədə malın ödənişinin tam olunub-olmamadığını göstərir. Bəzən deyirlər ki, malın ödənişinin olub-olmamalı, hardan bilə bilərik. Və burada baxırsınız, 100-dürsə demək malın pulu tam ödənib. 110-dursa qismən ödənib, 120-dirsə ümumiyyətlə ödənməyib. Sonra 21 bu heç 22 valyuta və malların ümumi invoice dəyəri. Bu 22-ci qrafa sizin ümumi invoice malınızın dollarla ifadəsidir. Mən yuxarıda burada sizə göstərmişdim ümumi gömrük dəyəri. Bunu 1.70-ə böləndə valyuta, bu avro olsun, avro olsa tutaq ki 2 manata böləndə. Bunu buna böləndə bu ümumi invoice dəyəri çıxır. Amma yol pulu olmasa. Yol pulu olsa təbii ki bu çox olacaq. Bundan da yol pulu çıxanda bu 5430 alınacaq da belə deyək. Yəni bu ümumi burada manat idi 12-ci qrafada, burada 22-də faktiki gəldiyi məzənnəyə uyğun olan rəqəmidir, yəni belə deyim. 23 valyuta məzənnəsidir. Yəni sizin malınız hansı məzənnə ilə gəlir? Dollardır, avrodur, TL'dir, nədirsə ona uyğun. Sövdləşmə xüsusiyyəti
Bu sərbəst dönərli valyutadır. Təbii ki, bu dollar STV olduğu üçün bu 21 qeyd olunur. Ola bilər ki, bu qapalı valyuta olar. Burada 41 olur. Rublda TL-də məsələn 41-dir. 25-ci qrafa sərhəddən nəqliyyatın növü. Bu o deməkdir ki, yəni sərhəddə hansı nəqliyyat vasitəsi olub və 26-da hansı nəqliyyat vasitəsinin ölkəyə girib. 30-30 o deməkdir ki, yəni avtomobillə gəlib sərhədə, avtomobillə də ölkəyə girib. 30-30 o deməkdir. Bu ola bilər ki, bura olsun 12, bura olsun 30. 12 o deməkdir ki, bu dəmir yolu ilə gəlib sərhədə qədər. Sərhəddən sonra artıq yüklənib maşına girir. Onda olur 12-30 olur. Belə. 27 malın boşalma yeridir, yüklənmə və boşalma yeri. İxracda bu mal hardan yüklənirsə, o adres yazılır. İdxalda da mal burada gəlib hara boşalırsa o ünvan qeyd olunur. Məsələn, burada İpək yolu yazmışıq, demək ki, bu İpək yolunda boşalır. Ola bilər ki, firmanın öz anbarı olsun. Onda da burada həmin firmanın anbarı qeyd olunur. 28-ci qrafa maliyyə bank məlumatlarıdır. Məlum məsələdir. Hansı bankdan ödəniş edirsinizsə, o burada qeyd olunur. Rekvizitiniz falan belə. 29-cu qrafa sərhəd gömrük orqanı. Avtomobil hansı sərhəddən keçibsə, həmin gömrük postu bu qrafada qeyd olunur. Məsələn, bu Mazımqaradan keçib, bu Mazımqara gömrük postu, bu da həmin o Mazımqaranın kodudur. Malların yerləşdirdiyi yer 30-cu qrafa. Bu adətən saxlanıcıda doldurulur, saxlanıcı bəyannamələrində. Məsələn, malı saxlanıcı götürsən və yerləşdiyi yer haradırsa o orqanı qeyd edirsiniz. Bakı Baş Gömrük İdarəsinin saxlanıcıya götürübsə, bu Bakı Baş Gömrük İdarəsi olur. İpəkdə götürübsə, İpək yolu olur. Belə. 31-ci qrafa malların eyniləşdirmə vasitə və nömrələr, konteyner nömrələr, malların miqdarı və növü. Bu qrafın 31 malların təsviri bölməsidir. Yəni, mallar haqqında məlumat burada olur. Adı, soyadı, ədəd sayı, ölçüsü, istehsalçısı, nə varsa da, nə doğru məlumat varsa burada qeyd olunur bütün mal. Malın almağı bilmək istəyirsə buradan baxırsınız. 32 mal nömrəsidir. Bu neçə adda olub. Bu bir odur ki, yəni bu hələ birinci malımızdır. O bir səhifədə məsələn burada olacaq 2, ikinci mal, üçüncü mal belə nömrələyir də bəyannamədə malın neçənci sırada olmasını. 33-cü qrafa malın gömrük kodudur. Əsas belə deyim, hamıya maraqlı olan budur. Bu koddur. Yəni bu kodla rəsmiləşirsiniz. Bu beynəlxalq harmonizləşdirilmiş sistemdən götürülmüş bir koddur. Yəni bütün rüsumlar, vergilər bu kod üzərindən gedir. Yəni 7323 kodu sizin malınızın gömrük kodudur, mal kodudur, yəni belə deyim. 34 mənşə ölkəsində hər bir malın özünə məxsus mənşəsi həmin bu 34-də qeyd olunur. Yəni bu malın tavanın mənşəsi məsələn budur 792 Türkiyədir. 35 brutto çəkidir. 466 kiloqramdır brutto çəkisi. Yəni brutto çəkisi paletlə birgə çəkisidir. 38-də netto çəki təbii ki, paletlə birgə olan çəki bruttodur, paletsiz çəki nettodur. 36 imtiyazlar qrafasıdır. Burada məsələn sizin bəyannamənizdə hər hansı imtiyaz varsa onu qoya bilərsiniz. Bu imtiyaz nədən ötürüdür? Sizin bəyannamənin vergi və rüsumdan azad eləyə bilir. Yəni imtiyaz o deməkdir. Burada 00, yəni bu deməkdir ki, bu kodun heç bir imtiyazı yoxdur. Bu rüsumu var, vergi və rüsumu ödənilir. Ola bilər ki, bu kodu belə deyim 0 olsun, malın idxal rüsumu. Burada avtomatik olacaq 615. Yəni bunun imtiyazı var. 615 imtiyaz kodu var. Yəni 0-dır. İdxalda 0-da ƏDV-si var. Və hətta ola bilər ki, idxaldan ƏDV-dən azad olar. Bura məsələn 679B qoyarıq. Çünki idxaldan ƏDV-dən azaddır. Yəni bu imtiyaz kodlarını 100.143 sayılı sərəncamdan girib baxa bilərsiniz. 37 əməliyyatlar qrafasıdır. Bu da yəni ki, məhsulun hal-hazırda hansı əməliyyat altına yerləşdirici gözlənir. 40 yuxarıda demişdim, idxal gömrüyü, idxalda yerləşdirilir bu da. 38 dedik, netdə 39 kvotadır. Kvota yəni ki, bəzi məhsullar var ki, siz onu tutaq xüsusi icazə alırsınız və sizə kvota çərçivəsində icazə verilir. Misal üçün deyirəm, siz hər hansı bir məhlul gətirirsiniz ölkəyə və bunu sizə belə deyim, Nazirlər Kabineti 1000 ton üçün icazə veribdir, 1000 ton. Siz artıq burada başlayanda, tutaq ki, 1000 tondan başladınız da. Bu 1000 tondan 466 çıxırsınız, burada tutaq ki, qalır 934 ton, 954 ton. Buraya yazsa 950, yəni bu qədər getdi, bu qədəri qaldı, kvota o deməkdir.
40 deməli əvvəlki bəyannamə sənədinin xülasəsi. Burada yəni o deməkdir ki, 40 bəyannamə yazır ithal. İthaldan qabaq bu mal hansı prosedurda olubsa, burada bunun nömrəsi qeyd olunur. Bu qısa ithal. Yəni bu 40-dan qabaq qısa ithal yazılıb, bura onun nömrəsi qeyd olunmuş. Yəni qısa ithal olub, sonra bu olub. 41 xüsusiyyətindəki ölçü vahididir. Bu lazım deyil sizə. Qısaca kiloqramsa kiloqram kod, ədəddirsə ədədlə rəsmiləşsə onun kodu qeyd olunur. 42 invoice dəyəridir. Hər məhsulun özünə aid invoice dəyəridir. Tavan invoice dəyəri məsələn bu 4592-dir. 43 sövdləşmə xüsusiyyəti o lazım deyil sizə. 44-cü qrafa məhsulun sənədlərin hamısı burada qeyd olunur. Müqavilə, barkod, mənşə, invoice, yol xəric sənədi falan hamısı yəni bu qrafada qeyd olunur. Yəni hər müqavilə nömrəsini falan buradan götürə bilərsiniz. 45-ci qrafa gömrük dəyəridir. Bu həmin invoice dəyərinin üzərində yol pulu varsa yol pulu gəlinir və 1.70-ə vurulub AZN ifadəsi burada olur. Yəni bir sözlə bu statistik dəyərin 5158-in 1.70-ə vurulub AZN ifadəsi burada qeyd olunur. Ümumi gömrük dəyəri odur. Statistik dəyər həmişə dollarla olur, gömrük dəyəri həmişə AZN-lə olur. Yəni bunu 5000-i 1.70-ə vuranda bu rəqəm alınır. 47-ci qrafa hesablama detalları burada göstərir ki, sizin malınızın 9700 manat məhsulun dəyəridir. Buna görə 120 manat yığım ödənir. Ondan sonra bu 20 ithal rüsumudur. Məsələn, burada qeyd edib 15% vurub çıxardıb burada məbləğ budur, 18% vurub bunu çıxıb. Yekunda bunlar toplanıb hər vərəqdə cəmlənib bura yazılır. Yığımların məbləğində 168 saylı qərardan baxa bilərsiniz. Nazirliyinin 168 saylı qərarı səhv eləmirəmsə. Orada yığımların məbləği var. Hansı aralıqdan da bu qiymət necə olur. 48 ödənişlərə möhlət, yəni kiməsə möhlət verilirsə ödənişləri bu qrafada qeyd olunur. 9 saxlanıc yeniləşdirməsi bu saxlanıc bəyannaməsində olur. Ondan sonra B qrafası hesablama detallarıdır. Rüsum məbləği burada görə bilirsiniz. Toplam cəm forması burada qeyd olunur. 50 vəkalət verən. Burada deməli sizə hansı firma ilə işləyirsiniz, o müqavilə brokerlə həmin o firma arasında olan müqavilə burada qeyd olunur. Yəni sizə vəkalət verən hansı firma, kimin işini görürsünüz broker olaraq, o qeyd olunur burada. 51 göndərən gömrük orqanı, yəni göndərən gömrük orqanı sərhəd nəzərdə tutur. Hansı sərhəddən keçibsə, bu mazım qaradır. Bu həmin o sərhəd. Yuxarıda burada var idi sərhəd gömrük orqanı mazım qaradır. Burada da göndərən gömrük orqanı. Əslində bu adətən tranzitdə doldurulur. Sadəcə indi gömrük tələbinə uyğun olaraq burada da qeyd edirik bunu. 52-ci qrafa təminat üsuludur. Təminat verilirsə bu qrafa doldurulur. Bizə təminat olmadığı üçün boş qoymuşuq. 53 də təmin gömrük orqanı. Yəni bu bəyannamə hansı gömrük orqanı rəsmiləşdirilirsə, o orqanın kodu burada yazılmış. Bəyannamənin Bakı gömrüklə rəsmiləşdirmişik deyə 53-cü qrafda Bakı Gömrük İdarəsi qeyd olunur və sonuncu 54-cü qrafa bu da bəyannaməyə aid olan məlumatlardır. Burada qeyd olunur. Həmçinin yükü kimi çıxardacaqsan onun etibarnaməsi, adı, familiyası və s. D qrafası da ki, gömrüyə aid bir qrafadır. Əgər burada xüsusi bir nəzarət varsa, bu D qrafası doldurulur və gömrük tərəfindən xüsusi qeydlər qoyulur.